Salam uşaqlar. Bu gün bir məsələyə dim toplusundan, bir neçə məsələyə isə dim 20 sınaq kitabçasından baxacaq. Belə bir məsələ ilə başlayaq. Deyir ki, ABCD bir kvadratdır. Bu verilən iki bucaq bir-birinə bərabərdir. Şərtdə verilib. Və isbat etmək lazımdır ki, CM, yəni CM bu parçanın uzunluğu bərabərdir ND toplansın BM. İndi bu məsələnin şərtini daha başa düşülən bir şəkildə yazaq. Yəni məsələnin şərtində deyilir ki, bu kvadratda verilən şərtlər əsasında x-in a üstəgəl b olduğunu isbat edin. Və bu məsələni iki üsulla həll edəcəm. Birinci üsul daha rahat və daha ağla gələn bir üsuldur. İkinci üsul daha çətin və daha ağla gəlməyən, amma o üsuldan da istifadə etmək olar. İlk öncə biz bu şəkildə çıxan tən bölən xəttini uzadırıq. Amma nə qədər uzadırıq? Ta ki kvadratın tərəfinin uzantısı ilə kəsişənə qədər uzatdıq. İndi bu şəklə diqqətlə baxsaq, bax burada, şəklin bax bu hissəsində, yəni bu kvadratın qarşı tərəfləri də bir-birinə paraleldir axı, çarpaz bucaqlar var. Yəni bu hissəyə diqqətlə baxsaq, burada bu bucaqla bu bucaq çarpaz olur və hər ikisi alfa olur. Bu alfa bucağını qeyd etdikdən sonra bu rənglədiyimiz üç bucaqda oturacağa bitişən bucaqlar bir-birinə bərabər olmuş oldu. O zaman bu üç bucaq bərabər yanlı üç bucaq oldu və bu hissənin uzunluğu x-ə bərabər olmuş oldu. Bu hissədə kvadratın tərəfini bir dəyişənlə adlandıraq. Məsələn, kvadratın da tərəfinin uzunluğu y olsun. Əla. İndi biz burada bu üç bucağa baxırıq. Bu üç bucaq bir düz bucaqlı üç bucaqdır və iti bucağı alfadır. Bu üç bucağa da diqqətlə baxsaq, bu üç bucaq da bir düz bucaqlı üç bucaqdır və bu üç bucağın da iti bucağı alfadır. O zaman bu üç bucaq ilə bu üç bucaq bir-birinə oxşar olmuş olur. İndi sağ tərəfdəki üç bucaqda alfanın qarşısında nə dayanır? B bölünsün. Sol tərəfdəki üç bucaqda alfanın qarşısında nə dayanır? Y. B bölü Y bərabərdir. Sağ tərəfdəki üç bucaqda digər iti bucağın qarşısında nə dayanır? Y böl. Sol tərəfdəki üç bucaqda digər iti bucağın qarşısında nə dayanır? Yəni digər katet A üstəgəlsin X. Yazırıq ki, A üstəgəlsin X. Bu tənasübdəki ifadəni çarpaz vursaq, yəni bu tənasübü çarpaz vursaq, y kvadrat bərabər olacaq b vurulsun a üstəgəlsin x-ə. Bu rənglədiyim üç bucaqda da Pifaqor teoreminə əsasən y kvadrat üstəgəlsin a kvadrat bərabər x kvadrat olmalıdır. Buradan da y kvadrat bərabər olmalıdır x kvadratı çıxılsın a kvadratına. Y kvadratın yerinə x kvadrat çıxılsın a kvadrat yazıram. B-ni də mötərizəyə vururam. AB toplansın bx. Bu x çıxılsın a, x üstəgəlsin a deyə vuruqlara ayrılar. B-ni mötərizəyə vurmazdıq gərək. Elə a üstəgəl x yazaq. Sonra hər tərəfdən a üstəgəl x-ləri silək. Nə qalır? X çıxılsın a bərabər olur b-yə. Və buradan da məsələ isbat olur. X bərabər olur a üstəgəlinsin b-yə. Bəs bu məsələnin ikinci üsulu nədir? İkinci üsulda biraz bucaqlara diqqət yetiririk. Deməli, alfa deyək ki, bucaq görürük. Digər bucağı da beta olaraq qəbul edək. Yəni ki, alfa üstəgəlinsin 2 beta, daha doğrusu 2 alfa üstəgəlsin 1 dənə beta bərabər 90 dərəcə olur. Bunu qeyd edək, yaddaşı saxlayaq. İndi bu üç bucaq var, rənglədiyimiz bu üç bucaq. Bu üç bucağın eynisini bu təpədə qururuq. Eyni bir alfa bucağı ayırırıq. Eyni bir alfa bucağı. Bu uzantını onunla birləşdiririk. İndi bu alfa bucağının alfaya bitişən katetin uzunluğu budur. Burada qurduğumuz bucaqda alfaya bitişən tərəf budur. Və alfaya bitişmiş katetlər bir-birinə bərabərdir. Yəni buradan
belə bir nəticəyə gələ bilərik ki, bu üçbucaqla bu üçbucaq bir-birinə bərabərdir. Bu üçbucaqda alfanın qarşısında B dayanıbsa, burada da alfanın qarşısında B dayanmalıdır. Əla. İndi biz alfa üstəgəl 2 bettanın 90 dərəcə olduğunu bilirdik. İndi bu düzbucaqlı üçbucağa fikir verək. Bucağın biri alfadırsa, iti bucaqların da cəmi 90 dərəcə olmalıdırsa, digər iti bucaq nə olmalıdır? Təbii ki, alfa üstəgəl betta olmalıdır. Baxın, bir də deyirəm, bunu diqqətlə qulaq asın. 2 dənə alfa və bir dənə bettanın cəmi mənə 90 dərəcəni verir. İndi burada cəmi bir dənə 90 dərəcəni verir. Düzbucaqlı üçbucağın iti bucaqların cəmi 90 dərəcə olmalıdır. Bu iti bucaq alfadırsa, digər iti bucaq nədir? Alfa üstəgəl betta. Digər iti bucağa da yazırıq ki, alfa üstəgəlinsin betta. Və bu üçbucağa fikir versək, rənglənmiş bu üçbucağa diqqətlə baxsaq, bu üçbucaqda bir oturacaqdakı bucaq alfa topla bettadır. Digər oturacaqdakı bucaq da alfa topla bettadır. O zaman üçbucaqda 2 dənə bucaq, yəni oturacaqdakı sözünü deməsəm də olardı. 2 dənə bucaq bir-birinə bərabərdirsə, onda o bucaqlara bitişən tərəf oturacaq adlanmış olur və bu üçbucaq bərabər yanlı üçbucaq olur. Yəni bu hissə ilə, yəni bu x ilə a üstəgəl b bir-birinə bərabər olmuş olur. Yəni bu şəkil bərabər yanlı üçbucaq olur. Yan tərəflərin biri x, digəri isə a üstəgəl b bir-birinə bərabər olmuş olur. Məsələ bu üsulla da isbat oluna bilər. İndi keçək başqa bir məsələyə. Bu həm də DİM 20 sınaqda 7-ci sınağın isbat sualıdır. İti bucağı 15 dərəcə olan, hipotenuz S olan düzbucaqlı üçbucağın sahəsinin S kvadrat bölünsün 8 olduğunu isbat edin. Deməli, bir dənə iti bucaq 15 dərəcə qeyd edirəm. Yəni bir düzbucaqlı üçbucaqda iti bucaq 15 dərəcə qeyd edirəm və biz bu məsələni daha ətraflı bilmək üçün hansı videoya baxmalıyıq? İsbat 3 videosuna baxmalıyıq. İsbat 3-də bunun haqqında çox ətraflı danışmışıq. Nə idi qaydamız? Əgər düzbucaqlı üçbucağın iti bucaqları 15 və 75 dərəcə olarsa, hipotenuz çəkilən hündürlükdən 4 dəfə çoxdur. Onun ətraflı izahını həmin videoda baxa bilərsiniz. İndi bu məsələdə də, yəni bunu isbat edərkən əslində isbata oradan başlamaq lazımdır. Bu məsələdə hündürlük çəkirik. Çəkdik. Bu bizim hündürlük. Şərtdə deyilir ki, hipotenuz S-dir. Hipotenuza S dedim. Hipotenuz hündürlükdən 4 dəfə böyük olduğu üçün, yenidən təkrar edirəm, isbat 3 videosuna baxın. O zaman hündürlüyə S bölünsün 4 deyəcəyik. Hipotenuz hündürlükdən 4 dəfə çox olacaq, hündürlük S bölünsün 4. İndi bir üçbucağın sahəsi normalda necə tapılır? Hündürlük vur, oturacaq böl yarı. İndi deyəcəksən ki, axı düzbucaqlı üçbucağın sahəsi katetlərin hansının yarısıdır. Tamam, amma burada katetlər olmadığı üçün o qaydadan istifadə edə bilmirəm. Üçbucağın sahəsi hündürlük vur, oturacaq böl yarı. Yəni hündürlük S böl 4 vurulsun oturacaq S bölünsün yarı, ya da 2də 1 yaza bilərdik qabaqda. Və bu ifadəni də sadələşdirsək, S kvadrat bölünsün 8 olacaq. Məsələ isbat olunmuş oldu. Yenə DİM 20 sınaqdan davam edirik. Bu da sınaq 8-in isbat sualıdır. Deməli, qısaca bir şərt verib və bizə şərtdə deyir ki, müstəvilər oturacaq paralel olmaqla hündürlüyü 3 bərabər hissəyə bölür. Yəni bu hissə hündürlükdən bu hissədəki hündürlük və bu hissədəki hündürlük üçü də bir-birinə bərabərdirsə, isbat edin ki, bu fiqurun həcmi, bu ortadakı fiqurun həcmi və aşağıdakı fiqurun həcmi, yəni bu üç fiqurun həcmlərin nisbəti 1/7/19 nisbətindədir. İndi bu məsələdə mən bu böyük piramidanı iki kəsik piramida, bir dənə də tam piramida olaraq yox, belə bir piramida, bir SYTF piramidası, bir də ki SABC piramidası olaraq 3 piramidaya bölmək istəyirəm. Yəni bir piramida yuxarıda gördüyümüz, bir piramida yuxarıdakı və ondan bir aşağıdakı piramidanın birləşməsi, bir piramida isə ümumi böyük şəkil SABC olaraq 3 hissəyə ayırmaq istəyirəm. Və ən yuxarıdakı piramidanın hündürlükləri sağda qeyd edeyim.
Məsələn, ən yuxarıdakı piramidanın hündürlüyü H1 olsun. Bir aşağıdakı piramidanın qatanda hündürlük H2 olsun. Ən böyük piramidanın hündürlüyü isə H3 olmuş olsun. Ən balaca piramidanın hündürlüyü H1, biraz böyük bir piramidanın hündürlüyü H2, digər piramidanın hündürlüyü H3. Və nəzərinizə çatdırım ki, bu 3 dənə piramida oxşar piramidalardır. Niyə? Çünki oturacaqlar hamısı bir-birinə paralel və təpədəki üçüzlü bucaq da eyni bir üçüzlü bucaqdır. O zaman birinci piramidanın həcminə V1 deyəcəm. İkinci piramidanın həcminə V2 deyəcəm. Ən böyük piramidanın həcminə isə V3 deyəcəm. İndi biz bilirik ki, oxşar fiqurlarda, bu müstəvi fiqur da ola bilər, fəza fiquru da ola bilər. Oxşar fiqurlarda hər hansı bir ölçünü hər hansı bir ölçüyə bölsək və bu ölçünü kvadrata yüksəltsək sahələr nisbəti alınacaq. Yəni sahə bölünsün sahə oxşarlıq əmsalının kvadratıdır. Əgər biz ölçünü ölçüyə bölsək, oxşarlıq əmsalını alsaq, həmin o ifadəni kvadrata yüksəltməliyik ki, sahə böl sahə alınsın. Amma fəza fiqurlarında isə həmin o ölçünün kubu həcm böl həcmi verəcək. Yəni həcm böl həcm oxşarlıq əmsalının kubunu verməlidir. Ona görə də ölçüləri bölüb kuba yüksəltmək lazımdır. İndi mən birinci piramidanın ölçüsünə baxıram, H1-dir. H1 bölünsün H2 bölünsün H3. Bu nisbət, baxırıq ki, bu 3 dənə kiçik hündürlük bir-birinə bərabər idi deyə təxmini qeyd edirəm fiqurun ortasında. Rəngi dəyişək. 3 dənə hündürlük bir-birinə bərabər idi deyə H1 əslində x, H2 2x, H3 isə 3x-dir. Yəni bunların hər birinə x desəm, hər 3 fiqurun balaca 3 fiqurun hündürlüklərini x desək, onda H1 x, H2 2x, H3 3x-dir. Onda H1 böl H2 böl H3 1 bölünsün 2 bölünsün 3 olacaq. Oradan, yəni buradan alınan nəticəyə görə o zaman V1 bölünsün V2 bölünsün V3 də, yəni solda qeyd etdiyimiz V-lər. Bunların nisbətləri isə verilən bu nisbətin kubu olmalıdır. O zaman V1 bölünsün V2 bölünsün V3 1 bölünsün 8 bölünsün 27 olur. Bu nəticəni aldıqsa, indi hündürlük hissələrini sildim. O zaman birinci fiqurun həcmi olur x. X deməyim, başqa bir dəyişəndən istifadə edək. Birinci fiqurun həcmi olsun V olsun. O zaman ikinci fiqurun həcmi, indi görürük ki, ikinci bu fiqurun həcmi 8V kimi görsənir. O zaman ikinci fiqurun həcmi, yəni ikinci bu fiqur yox, ikinci kəsik piramidanın həcmi bunun ümumisi 8V idi, yuxarıdakı da V-dir. O zaman 8V-dən V-ni çıxıram, eləyir 7V. Ən böyük fiqurun həcmi 27 olaraq görsənir, yəni 27V olaraq görsənir. O zaman bu hissədəki kəsik piramidanın həcmini tapmaq üçün ümumi 27V-dən ilk ikisini, yəni 8V-ni çıxıram, qalır 19V. O zaman buradan belə bir nəticəyə gəlmiş oluruq ki, bu 3 fiqurun həcmləri nisbəti, yəni bir tam piramida və altındakı 2 kəsik piramidanın həcmləri nisbəti uyğun olaraq 1, 7 və 19 nisbətindədirlər. Yəni 1 bölünsün 7 bölünsün 19 nisbətində olur. Məsələdə isbat olunmuş olur. Yenə DEM20 sınaqdan davam edirik. Bu sualda sınaq 9-un isbat sualıdır. Törəmə vasitəsilə isbat edin ki, perimetri 2 epsilon olan düzbucaqlar içərisində ən böyük sahəyə malik olan düzbucaqlı, yəni bu düzbucaqlardan ən böyüyün sahəsi kvadratdır. Sahəsi ən böyük olan kvadratdır. Dəyişənə epsilon deməyək, məsəl üçün m deyək. Deməli, bizə deyir ki, bir düzbucaqlı çək. İlk öncə bir düzbucaqlı çəkirik. O düzbucaqlının da tərəfləri məsəl üçün A və B olsunlar. A və B. İndi perimetr 2m daxil. Yəni perimetr normalda 2 vurulsun, A üstəgəl B olmalıdır. Əgər perimetr 2m-dirsə, deməli A üstəgəlinsin B bərabər olacaq m. Bunu yadda saxlayaq. Bu 1.
İndi sahəsini tapaq bu fiqurun. Bu fiqurun sahəsi A vur B kimi hesablanmalıdır. Və burada 2 dənə dəyişən var, A və B. Bir dəyişənə görə törəmə tapa bilməyimiz üçün buradan bir dəyişənə keçid eləyək. Məsəl üçün A-nı əvəzləyək. A bərabərdir M çıxılsın B olduğunu bilirik. O zaman burada A-nın əvəzinə M çıxılsın B yazaq, vurulsun B. Bu da bərabərdir MB çıxılsın B kvadratı. İndi biz bilirik ki, yəni törəmə dərsində keçmişik bunları. Bilirik ki, ən böyük ən kiçik qiyməti tapmaq üçün bir törəməni tapmaq lazımdır. Sonra törəməni tapıb sıfıra bərabərləmək lazımdır. Törəməni sıfıra bərabər edəndən sonra böhran nöqtələri alınır. Və o böhran nöqtəsini, yəni indi böyük ehtimal ki, ən böyük ən kiçik qiymət tapmalı bir dənə böhran nöqtəsi alınır. O böhran nöqtəsini də ilk funksiyada yerinə yazanda ən böyük qiyməti ya da ən kiçik qiyməti almaq olur. Yəni biz ilk iş, bu arada M parametrdir, yəni bir dənə dəyişən varsa yazacaq B dəyişəni. B dəyişəninə görə ilk iş B dəyişəninə görə törəmə tapacaq. S törəmə bərabər olur. MB-nin törəməsi M, çıxılsın B kvadratın törəməsi də 2B. Törəməni sıfıra bərabər eləsək, M bərabər 2B olmuş olur. Ya da törəməni sıfıra bərabər etsək, B-ni axtarırıq axı. B bərabər olmuş olur M bölü 2-yə. Yəni biz A-nın B-yə bərabər olduğunu ispat etməliyik. İndi az sonra ikinci bir daha sadə bir üsulla deyəcəm. B bərabər M bölü 2 olmuş olur. A-nı da tapmaq istəyiriksə, yəni A üstəgəl B-nin M olduğunu bilirdin də. O zaman A üstəgəlinsin M bölü 2 bərabərdir M denən və buradan da A bərabər M bölü 2 olsun. B də M bölü 2-yə bərabər, A da M bölü 2-yə bərabərdir. A ilə B bir-birinə bərabərdir. O zaman bu fiqur kvadrat olmuş olur. Sahəsi ən böyük olan fiqur kvadrat olmuş olur. Digər bir qayda isə M çıxılsın 2B bərabər 0 olsa, M bərabər 2B olmuş olur. M bərabər 2B. İndi yenə A üstəgəlsin B bərabər M olduğunu bildik. M də bərabər 2B daxı. A üstəgəlsin B bərabərdir 2B. Buradan da bu B-ni sağ tərəfə aparsaq, A bərabərdir B almış oluruq. A-nın və B-nin nə olduğunu tapmadan, amma bir-birlərinə bərabər olmuş olduğunu bilirik. A ilə B bir-birinə bərabər olsa da, həmin fiqur kvadrat olmuş olur. Məsələ bu iki üsulla da ispat oluna bilər. Və son olaraq 20 sınaqdakı 10-cu sınağın ispat sualı ilə bitirək. İspat edin ki, ox kəsiyi bərabər tərəfli üçbucaq olan konusun bir bərabər tərəfli üçbucaq çəkək. Bir bərabər tərəfli üçbucaq. Bu bərabər tərəfli üçbucaq bir konusun daxilində təbii ki, yəni o konusun ox kəsiyidir. O zaman bir dənə konus şəkli düzəltməyə çalışaq. Bu konus bərabər tərəfli konus olduğundan, yəni ox kəsiyi bərabər tərəfli üçbucaq olduğundan bu konusun eli, yəni L doğranı bərabər olmalıdır 2R-ə. Konusun doğranına kiçik R deyək. Konusun radiusuna kiçik R deyək. Yəni əslində L dediyimiz şey 2R-ə bərabər olmalıdır. Soldakı L-ə 2R yazıram. Və bir dənə də hündürlük çəkirik bu konusa. Bu hündürlük, konusun hündürlüyü R kökdə 3 olmalıdır. Ya bərabər tərəfli üçbucağın hündürlüyünü tapmaq kimi tapaq, ya da ki bu üçbucaqda 60 dərəcənin qarşısındakı katet, bura 60 dərəcə daxil. 60 dərəcənin qarşısındakı katet digər katetdən kökdə 3 dəfə çox olsun. Bunu da qeyd elədik, qalsın bir qıraqda. İndi bu konusun daxilinə kürə çəkdikdə bərabər tərəfli üçbucağın daxilinə də çevrə çəkmiş oluruq. Yəni buradakı bərabər tərəfli üçbucağın daxilində bir dənə çevrə çəkmiş oluruq. İndi həmin çevrənin radiusu, konusun daxilində çəkilən çevrənin radiusu, kürənin radiusu olmuş olur. Biz də bilirik ki, bərabər tərəfli üçbucaqda daxilə çəkilən çevrənin radiusu A kökdə 3 bölü 6 düsturundan tapılır. İndi mən bu kürənin radiusuna böyük R deyəcəm, amma o daxilə çəkilib. Tərəf 2R-dir. Yazırıq 2R. Kökdə A kökdə 3 bölü 6. 2R kökdə 3 bölünsün 6. O da bərabər olmuş olur. R kökdə 3 bölünsün 3-ə. İndi biz bu verilən məlumatlarla konusun da həcmini tapaq, kürənin də həcmini tapaq. Və şərtdə deyək ki, konusun daxilində kürənin həcmi, ilk kürənin həcminin konusun həcminə nisbəti. Demək, ilk öncə kürənin həcmini tapaq. Demək, V kürə bilirik ki, bir düsturdur. 3-də 4
pi r kubu. 3'də 4 pi r kubu tuturudur. Kürənin də radiusu r idi. O zaman 3'də 4 pi r əvəzinə də r kökdə 3 bölü 3'ün kubu yazırıq. Yəni r kökdə 3 bölü 3'ün mötərizə kubu. Bu da bərabərdir 3'də 4 pi vurulsun r kubu vur. Kökdə 3'ün kubu 3 kökdə 3 edir. 3'ün kubu da 27'dir. İxtisarlar da aparsaq, buradan nə almış oluruq? 27'də 4 pi r kubu kökdə 3. Bunu yaddaşda saxlayaq. İndi keçək konusun. Konusun həcmini tapaq. Biz bilirik ki, konusun həcmi 3'də 1 pi r kvadrat h düsturundan tapılır. 3'də 1 pi r elə r kvadrat yazacaq. Vur h əvəzinə də r kökdə 3 yazacaq. R kökdə 3. Buradan da sadələşdirmə aparsaq, məxrəcdə 3, surətdə pi r kubu kökdə 3 alınacaq. Və biz nəticə olaraq bu iki dənə aldığımız sahəni bir-birinə bölməliyik. Kürənin həcmi 4 pi r kubu kökdə 3 bölünsün 27 bölünməlidir. Pi r kubu kökdə 3 bölünsün 3'ə. Bu da bərabərdir 4 pi r kubu kökdə 3 bölü 27 vurulsun. Digər kəsri tərs çeviririk. 3 bölünsün pi r kubu kökdə 3. Pi'lər, r kubu və kökdə 3'lər, pi'lər, r kubu və kökdə 3'lər silinir. 27 ilə 3 də ixtisara gedib məxrəcə 9 qalır və nəticə 4 böl 9 alınır. Bu məsələdə belə isbat olunmuş oldu. Dim topluldan və dim 20 sınaqdan bəzi məsələləri isbat etdik və bu tip məsələlərin də davamı gələcək. İzləmədə qalın. Ümid edirəm ki, faydalı olmuşdur. Sağ olun.